Herkese salam, yeni xəbərlər kanalıma xoş gəldiniz. Dünən müğənni Rəqsanə İsmailovanın möhtəşəm konsertində gənc oğlan sevdiyi xanıma evlilik təklif edib. Rəqsanə İsmailova isə həmin anları sosial media hesabından izləyiciləri ilə bölüşüb və gənc cütlüyə xoş arzularını dilə gətirib. Sözü edən görüntüləri təqdim edirəm, buyurub izləyə bilərsiniz. Yeni xəbərlər izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı like etməyi və kanalımıza dəstək olmağı unutmayın. Xoş izləmələr. Bir sonraki videolarda görüşmək üzrə. İkisini uçuracağım. Şehidimiz İlham'ın adına, ikisini ise Fərizə xanımın adına uçuracağım. Gəlin alqışlarla bu güvercinləri yola salaq. Allah her iki şəhidimizə rəhmət eləsin. Her zaman, her birimizin ürəyində, qəlbində Azərbaycan xalqı durduqca onlar yaşasınlar. Bir daha gelin bir sükutla onlar yad eləyək, xahiş edirəm. Bir sükutla, sakitçilik edək. Onları yad eləyək bir sükutla. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram. Bütün şəhid analarımıza Allah'tan səbir diləyirəm. İlhamla Fərizənin bugünkü gününü xahiş edirəm. Hər zaman Milli Sevgililer Günü olarak bu şəkildə əziz gənclərimiz qeyd edin. Onlar böyük bir dastan yaradıblar. Azərbaycan xalqı yaşadıkça onlar yaşayacaq. Alqışlayaq, alqışlayaq. Ve bugün burada İlham Bey'in kardeşi oğlu iştirak edir. Gelin onu alqışlayaq ve sahneye davet edirik. Buyursun. Hepinize teşekkür ederim burada yarıştığınız için. Allah hamımızın kalbinden sevgi nasip etsin. Çok sağ olun. Çok teşekkür ederim. Çok sağ olun geldiğiniz için. Ben bir konsertimde de neneleriniz gelmişti. Dünyasını değişip bildiğim kadarıyla. Allah rahmet eylesin. Allah İlhamla Fərizəyə de rahmet eylesin. Sizlere can sağlığı versin. Bu her bir Azerbaycan'ın borcudur. Onların sevgisi bizim Azerbaycan'ın dastandır. Bunu unutmak olmaz. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Selamünaleyküm. Ne güzel. Adınız nedir? Mehmet. Benim doğumlar Mehmet'im. Allah seni saklasın. Təxminə. Mehmet ve Tehmine Bey'e bir alkışlayalım. Ne kadar zamandır berabersiniz? 2 yıl. Şimdi burada bir evlilik teklifi var mı? Burada bizim yanımızda eləsin. Şimdi gel yüzüğü çıkar da. Verək Məhəmmədə. Ayağını qorsan yerə. Alqışlarınızı eşitirik. Söz verin. Bir ömür mənimlə olmağa hazırsan. Ay ne güzel. Ay ne güzel. Yüzüğümüzü takap. Bence hazırsan. Bəli. Emir sesini çıkart da. Eller eser ikisinin de. Ne güzel. Ben de söz veririm. Ne zamandı toy? İnşallah bilirəm. İnşallah. Ben de bak bu kadar insanı maşallah burada bir ne kadar burada bir 7-8 bin insan olar. Onların karşısında söz veririm ki ben sizin toyunuzda gelip sizi tebrik edeceğim, okuyacağım. Alkışlayın. Elimin de aparıcı olacaq. Ay sağ olun. İnşallah aparıcı da bence olur. Ben size uzun ömürlü sevgi arzulayıram. Her zaman bir yerde olasınız. Ve İlham Fərizə sevgisini size arzulayıram. Birbirinizi sevin, sevilin. Sizin kimi gençlerimiz koy bütün gençlere bak siz olun ki yani baksınlar, görsünler ki hakikaten de hayatta hem hakiki sevgi var. Xoşbəxt olun. Alkışlarla yola salaq geçsinler.